Salam Məlik. Qarşıdan bir neçə dənə bayram gəlir. Bunlardan biri ən əsası beynəlxalq ailə günüdür. Və o məqsədlə biz gedirik Nabrana. Dostlarımızın dəstəyi sayəsində gedirik Nabrana. 3 günlük tətil günümüzdə, yaz məktəbimizdə çox maraqlı, çox interaktiv, çox cəlb edici tədbirlərimiz olacaq. Amma o tədbirlər zamanı biz bunları mütləq yeməliyik də. Yəni, yarısı buradadır, yarısı da oradadır. Mənə elə gəlir ki, azdır. 30 uşaq, 6 nəfər də əməkdar, azdır. Ey Nurə! Produktu artır! Azdır. Bu nədir? Gidin gətirin. Gezdi. Çəkil, ayrılıq, gətirin. Nədir bala? Bizdə hadisələr belə baş verir. Biri orada telefonla danışır. Biri burada Qazan xanın oğlu Tural kimi çələng eşqinə düşür. Hə, qaydırıq deyil, verinin çəknaşın baranım. Demək, bu balığın siftəsi belə gəldi. Əli babanı cıppılısı. Sonra biz onu başladıq bölməyə. Böldük, qabığını çıxartdıq. Bəziləri irad tutdu ki, adam da asıtırı ilə qabığını çıxardır. Mən çıxardıram. Çünki istəyirəm ki, daha belə qəşəng olsun. Əzə bunu doğramışıq, yığmışıq buzxanı, indi buzu açılıb, gəlmişik nə? Oldu Bakıdan. Ad günü bari. Azad günü zad yoxdur. Ad günü getdi. Dekor üçün buyurun. Nabrana bunu da gətiriblər, nə deyim valla. Yəni, bunlar möhtəşəmdirlər də. Onu deyim ki, mənim bu günləri ad günüm təsadüf olub. Əslində, mən həqiqətən də bura planlaşdıranda ad günümü deyil, beynəlxalq ailə gününü qeyd eləmək üçün bura gəlməyə planlaşdırdım. İndi elə olub ki, 16 əstəğfurullah, 61 yaşım olub. 61 yaşı gəlmişik bu gözəl təbiətdə qeyd eləməyə. Danqadromdan başa düşürsünüz ki, necə yerdəyik. Əslində çox yaxşı yerdir. Prosta Elnura müəllimə bilərəkdən diqqət çəkmək üçün dan. Nə istəyirsiniz eləyir və çox qəribə bir şey deyir. Deyirəm, az çəkil, qızlar qabları yusun da. Yox, Kəmalə xanım. Qoy onlar bu 2-3 günü meşədə nə qədər ot var onu yolsunlar, nə qədər gül var onu dərsinlər. Qazan xanın oğlu Turalda getdi çələng toplamağa. Demək belə, biz indi bunu eləyirik, götürürük aradan, sonra keçəcəyik onu. Elnur bekarsan, əllərində təmizdir. Bir daha bu duzun, bir daha da bu istiotun zəhmət olmasa, ağız burnunu aç, kəs yəni. Allaha and olsun olmayacaq. O mən sistemin altına soxmaq istəyir. Onun tərzindən belə eləyir. Bir dənə də şeydir, qəşəng qutqası var. O mənə geyindirmək üçün hər... Çox sağ olun. Balıqlı əllərimlə mən onları 5 il olub gəlirlər. Çox sağ olun. Əllərim xarabdır. Olar siz gülləri ora qoyarsınız, biz suya qoyaq. Olar. Sağ olun. Çok sağ olun. O onun için değil, koy yerine. Ya Rabbim. Bırak yerden elsinler. Adı eleyecek. Az soğan öpürsən, alman öpürsən, soğan öpürsən. Bir yeri kes koy oraya görün. Sen onlar niye düzürsən? Tamam, elinizin altına bırakırsın. Az neyime lazımdır? Balıqla salfet ola. Qabaqda water, quyu water. Bence
Öldüm ya Zeynep. Kim öz ad günündə kebab eləyir? Oturublar odaya xanımışqalar. Mən də hamısını çox sağ olun. Deyir uşaqlar, qazanda bir dənə ət var. Onu kim yeyəcək? Tərbiyəçi. Ot. Ot. Bölüşdürürsünüz. Gəlin, burası zəhləməlmiyə. Olmaz. Zərif, söndür kamera. Hele kebabın devamı var ha. Ne gözler güzeldi. Oo açıldı ki. Aha. Sonra Kemal gözünüzü yuma. Kemal gözünüzü yuma. Kolunuzu açın. Biz bir gülün içinden kuş vurmuşuz. Ad gününüz mübarek Kemal. Bizi açın. sizə söz verirəm ki, kiçik bacımı da, gələcəkdə övladımı da sizin bizi böyütdüyünüz kimi böyüdəcəm və sizə bənzədəcəm. Kəmalə xanım, sizi sevirəm, narahat olmayın, mən sizin yerinizə cavab verərəm. Heç bilmirdim ha. Həmişə ilahə mənə deyəndə ki, sizi çox sevirəm, deyirəm, doğrudan. Heç bilmirdim. Sizin mənə dediyiniz ən sevdiyim zarafatlardan biridir. Bugün sizin doğum gününüzdür. Yaxşı ki, həyatda sizin kimi ədalətli, qardeş, sevgi dolu bir ana, bir xanım var. Yeni yaşınız sizə uğur, şans və sağlamlıq gətirsin. Doğum gününüz mübarək. Övladlarınız sizi çox sevir, ilahədən sevgilərlə. Mənim övladlarım sözü qədər mənə duygulandıran heç nə olmadı burada. Çünki həqiqətən də əgər artıq mənə bu sözü yetirməm deyirsə, mən həqiqətən çox xoşbaxt bir anayam. Çox sağ olun hər birinizə. Həzrət Əli deyib ki, övladlarınızı ağlatmayın. Çünkü bir gün mezarınızın üstünde gözyaşı töken gerek. Bu dünyada hiç kim tutup durmuyor. Ama bir gün bu dünyadan köçecek. Ama ben o hissi deyim ki, benim ruhum gelecek, bakacak ve ben çok sevineceğim ki, ben həqiqətən adımı çəkəndə belə mənə rəhmət okuyan, mən məzarımın üstündə ağlayan qızlarım olacaq. Mən çox xoşbaxtam. Mən bunu tam səmimi deyirəm. Mən çox xoşbaxtam ki, bir ananın məzarının üstündə ağlayacaq qızlar olacaq. Nə yaxşı ki, varımsınız. Tek forma atak kalma.
Dəvlərini gətirdik. Balıqlar bəli, bəli, bəli. Mən hər şey gətirdim. Mən indi bu setdə indi qırılıb. Qutu yoxdur. İndi düzəltməliyəm. Axar suda olur da, hə o? Bəli, bəli. Mən tutduğumu özüm yeyəcəm də. Hər özüm Bir dəqiqə gözləmək lazımdır. Biraz bunları tuta, bağlayam. Keçmişdin Bu bizim kırmızı balığımızdır. Ama bu da asetirinaya ne değil lazım özün dilinde. O, я не знаю. O я тоже не знаю. Nere balığı? Dünən kebab olmuşdu ya, bu günlər dedik ki kızartma eləyək. Yanına da kartoşka eləyək. Elmirə müəllimə haçaqsa dedi ki mən külləmə eləyəcəm. Deyib də elə şey. Düzdür? Ay sağ ol. Gedin indi yapışın onun yaxasından. Ömür. Getdilər evə denən ki Elnişlə də söz vermişdin, külləmə eləyəcəksən o böyük tonqalımızda. Gedək eləyək. Get. Evet. Bunu dostlarımız qızıl balığına, yəni sömqa ilə bir yerdə bizə gətirmişdilər ki, uşaqlarımız yesin. Deyəcəksiniz ki, nə vacibdir? Bu, mən düşünürəm ki, balıq vacibdir. Uşağı vacibdir. Bizim bu özümüzün imkanımız yoxdur bunu almaq. Amma dostlarımız bunu öz ailələrində övladlarına tövsiyə eləyirlərsə ki, onlar yeyirlərsə bu uşaqlar da yesin. Demək olar özgə uşağı olmur düşünərək bizim balalarımıza balıq hədiyyə eləyirlər. Qızarmışlar da bunlar. Balar anahtada. Yanmadı. Hindi. Anası deli. Sonra qabı gətirin bura. Burada sınavına başla. Allah dövlətimizi qorusun, Allah ruzi bərəkət versin. Nüş olsun. Uşaqlar kimə nə? O padruga. Kızdan kızdan. Ne güzel kızdan. Bayağı mesela içeride verdim. Ha, olmadı. O olmadı. Becemlerine onun açıldı. Ha, o açıldı ne oldu? Gel olacak. Yine olacak ama like tatilinde olacak. Hoş geldiniz, işleriniz, serbest adam falan, başmasan. Mən də oynayacağım. Allah dövlətimizi qorusun, Allah ruzi bərəkət versin.
Kızım qağal olmuşam, süd ilə yoğurmuşam. Paylaşacağım ha bunu. Eləməm, zərf qat. Məlikə bir də 1 2 3. Cabalı ne yiyeceksin sen? Cabalı yaxşı. İndi eve qayıtırıq. Amma bu son deyil.